Xristiyan bağlarından birisiniz. Ama bu dəfə deyəsən fərqli qarşısını görəcəyik sizi. Niyə birdən belə defut olmaq istədiniz? Siz məni müğənni adlandırdınız. Mən isə bu sənət cəmiyyəsinə ilk addımlarımda fəaliyyətimə başlayarkən heç bir zaman ağlıma gəlməzdir ki, mən nə vaxtsa müğənni olaram. Ancaq görürsünüz ki, mən müğənni kimi tanınıram, daha çox bəstəkarlığımla və yəqin ki, bu da sevgidən doğur, əlbəttə ki. Və necə ki, bu gün mən millət vəkilliyinə, nazirliyi irəli sürmüşəm, bu da heç bir zaman mənim ağlımda olmayıb, arzum da olmayıb. Sadəcə bugünkü gün mənə elə gəlir ki, mən gördüyüm işlərin qarşılıqlı bəhrəsini görürəm. Çünki əlbəttə ki, mən millət vəkilliyinə, nazirliyi irəli sürərkən təsadüfən oldu və özümüz çoxlu suallar verdim ki, bu yol sənə layiqdir, yoxsa layiq deyil. Və öz keçmişimdən başladım araqlamağa, işlərimi, musiqilərimi, layihələrimi, fəaliyyətimi, ta ki, necə deyərlər, məktəb illərindən bu yana və uşaqlığından bəri. Və əlbəttə ki, sonuçda mən bu hesabatı özümə verərkən, özümə borc bildim ki, necə ki, şüarımda demişəm, nə gec, nə tez, tam zamanında gəldim. Elizabeth xanım, siz bəstəkar müğənnisiniz deyirdiniz. Və sizin bir dəfə olmaq şansınız da digərlərinə baxanda təxminatı çoxdur. Çünki hamı tanırsınız. Mən ictimai-siyasi figura çevirmək çətin olmayacaqsınız. Bilirsiniz, Şöhrət müəllim, ümumiyyətlə ondan başlayım ki, mən sizin bu sualınızda əslində mən deyərdim ki, tanınmış adam üçün daha çox çətindir millət vəkili namizədliyi irəli sürmək, nəinki tanınmayan adam üçün. Belə bir deyim var, xalqın ürəyini ələ almaq üçün müəyyən bir vaxt tələb olur. Ona görə mən əlbəttə bu illər ərzində, tanındığım illərdə mənim üçün bu tanınmağım iki tərəfli. Siz deyirsinizsə, uğurdursa, əlbəttə, uğuru da bu vaxta qədər mən damla-damla, yəni çox zəhmətlə, əziyyətlə, təhsilimizlə, musiqilərimizlə, layihələrimizlə, fəaliyyətimizlə, vətənpərvərliyimizlə demək olar ki, mən necə deyərlər, həmçinin cəmiyyətimizdə fikirlərin, gənclərin maarifçi və vətənpərvər bölünməsində, formalaşmasında, yəni bilirsiniz ki, uzun illərdir mən fəaliyyət göstərirəm. Dövlətimizin ölkədən xaricdə olan vətənpərvər tədbirlərində, diaspora səviyyəsində bulunan tədbirlərində dəfələrlə iştirak etmişəm. Və əlbəttə, yeri gəlmişkən ötən il Ankara'da Xocalı soyqununun ailəsinin ucaldılmasında ən əsası da tədbirin təşəbbüskarı bizim fəxr olması gəncimiz Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə biz böyük əzmlə orada iştirak etdik, Xocalı soyqununu dünyaya səsləndirdik. Yəni, sayılmaqla əlbəttə ki, bu litmənət demək istəyirsiniz ki, ictimai-siyasi fəaliyyətlə onsuz da məşğul olun. Sadəcə mənim etdiyim o, necə deyərlər, işlər fiqur olaraq kağız üzərinə olacaq. Belə bir deyim var ki, siyasətin deyə bilmədiyi sözü incəsənət deyilir. Bu bizim ulu öndərimizdən bizə qalan dəyərli bir hikmətli kəlamdır. Ona görə də hər zaman parlamentdə, hətta qədimdən belə böyük padşahların, şahların məsləhətçiləri, sənət insanları, incəsənət xadimləri, söz ustadları və əlbəttə ki, yazarlar olurlar. Onlar hər zaman müdrik hökumətlə xalqın arasında bir vasitəçi olurlar. Və əlbəttə ki, mən də inşallah seçilərəmsə, hər zamanki kimi bir daha deyirəm ki, mənim bundan öncə etdiklərim kağız üzərində olacaq və bizim gələcəyə böyük inamla baxan xalqımızın, vətənpərvər xalqımızın və xalqımız üçün dəyərli, Azərbaycanımızın gələcəyi üçün, inkişafı üçün, gözəl qanunları qəbul edən möhtərəm ali baş komandanımızın arasında bir sağlam vasitəçi olacaq.
Belə bir sual verim. Milli Məclisdə deputat kimi fəaliyyət göstərmək sizə nə verəcək? Burada mən siz yenə də deyirəm, məşhur bir şəxsiniz Azərbaycanda. Məşhur deputat olmaq üçün nə iş görəcəksiniz? Məşhur deputat olmaq asan olacaq mı? Bilirsiniz, mən hər zaman özümü devlətimizin, prezidentimizin, ölkəmizin, millətimizin, xalqımızın, yəni sıravi necələrlər, qəhrəman əskəri kimi özümü hiss etmişəm və bunu göstərmişəm. Yəni, Azərbaycanımızı qarış-qarış, dəfələrlə biz bayramlarda, əskərlərimizlə görüşdə, qaynar bölgələrdə, dəfələrlə biz bayram günlərində, yəni öz ailəmizlə süfrə başında olmamışıq, bunu özümüzə borc vermişik ki, biz əskərlərimizin yanında səngərdə olmalıyıq və bununla da fəxr hissi duymuşam. Əlbəttə, siyasətə də mən Milli Məclisdə oturmaq mənə nəsib olsa, mən bilməyim, çox şeylər öyrənəcəyim. Bizim siyasətçilərimiz var, parlamentdə bizim rəhbərlərimiz var, bizim çox gözəl millət vəkillərimiz olur, var, əlbəttə olacaqlar. Yeri gəlmişkən, mən bu siyasi addımı, siyasi yola gəlməkdə mən öz başına gəlməmişəm. Yəni, mən əlbəttə görmüşəm, Ali Baş Komandanımız İlham Əliyevin və möhtərəm Mehriban xanımın, bizim hörmətli millət vəkilimiz Mehriban xanımın gördüyü Azərbaycanımız üçün alqışlara layiq, tarixi uğurlu hadisələrin, layihələrin həyata keçməsini görüb ilhamlanmışam və mən də istəyirəm ki, əlbəttə ki, bir daha deyirəm ki, öz seçicilərimlə devlətimizin arasında sağlam bir vasitəçi olur və o edilən böyük işləri mən öz seçicilərimə çatdırırım. İncəsənət xadimlərinin, incəsənət adamlarının əmək qaldırmasını təşkil etməzdiniz. İncəsənət xadimlərinin əmək haqqısını Onların əmək haqqısı qanun edib. Bilirsiniz, ümumiyyətlə mən deyərdim ki, bizi bir şey qane etməlidir ki, doğrudan da mən bunu səmimiyyətmə inanım. Əlbəttə ki, qanunlar var, onları biz irəlidə sürəcəyik və inanıram ki, hər bir qanunu irəli sürəndə ona baxılır, ona bir əncam çəkilir. Və incəsənət xalqa məxsusdur, hər zaman da sənətkarları xalq saxlayır. Mən deyərdim ki, incəsənət xadimlərindən çox mən öz seçicilərini fikirləşirəm. Çünki onun incəsənət xadimlərinin içərisində mən də gedirəm. Biz, necə deyərlər, gözəl musiqilərimiz, gözəl əsərlərimizin bəhrəsini görürük. Hər zaman müşahidə edirəm və görürəm ki, 54 sayılı Şabran Siyəzən dairəsində gənclər çox təhsilə meyillidirlər. Onların məndən xahişi var ki, istəyir ki, bizim qəşəng kitabxanalarımız olsun. Yəni, ən böyük hədiyyə, ən gözəl hədiyyə kitabdır. Əzət xanım, gəlin biraz da seçicilərimizdən danışaq. Bəlkə də dediniz, artıq cavab verdiniz ki, mən dedim, incəsənət xadimlərinin, incəsənət işçilərinin haqqının qaldırması barədə təklif edəcəksiniz. Siz dediniz ki, mənim seçicilərim maraqlandırır. Onlar olsun da ki, özləri kifayət qədər xalqımları dolandırır. Belə bir sualdır. Seçicilərə çox namizədlər hərəsi bir cür vədlər verir. Əksəriyyət də təbii ki, yalan vədlərdir. Çünki məqsəd tarihləri, seçkilərini gəzirik, söhbət edirik. İnsanlar namizədlərinin çox əksəriyyətindən narazıdırlar. Əvvəlki deputatlarından bəzi deputatlar varsa, onlardan belə narazıdırlar ki, üzlərini gəldi, vədlər verdilər, sonra getdi, bir də üzlərini görmədi. Siz seçicilərinizə nə vəd edirsiniz? Əslində, millət vəkilinin işi vəd vermək deyil, iş görməkdir əsas. Ümumiyyətlə, mən heç bir zaman heç kəsə vəd verirəm. Yəni, mənə öncədən belə düşünür, mən hansısa vəd verir, birdən alınmaz. Mən çalışacağım ki, öz seçicilərimi ruhlandırım, sabaha alışdırım ki, onlar bilsinlər ki, bugün heç bir zaman zəhmət yerdə qalır. Mən nə vəd verə bilərəm seçicilərimə? İnşallah seçilsəm, siz görəcəksiniz, biləcəksiniz, öz sənətimdə, öz zəhmətimdə necə gəlmişəmsə, amma bugünkü gündə böyük uğurlar əldə etmişəm. Bəzən mənim sənətimə kimsə imic deyir. Mən deyərdim ki, sənəti əsl imicində əsl sənət deməkdir. Ona görə seçilsən də
öz seçicilərimlə də, işimlə ən qısa zamanda, əlbəttə ki, buna görə mənim təcrübəm də var. Mən artıq neçə illərdir ki, hörmətli millət vəkillərimizlə, vətənpərvər millət vəkillərimiz var. Əlbəttə, yenə də deyirəm ki, başda mən Mehriban xanım Əliyevanın gördüyü işləri ayaq üstə almışlamışım hər bir zaman və öyrənmişəm, bilirəm necə davranmalıyım seçicilərdən, azdan çoxdan və biraz da öz xasiyyətim də var. Allahın mənə verən xasiyyət var ki, orada həm müdrikliyi var, həm uzaq görənliyi var, həm səbr var, həm əzmi var, vətənpərvərliyi var, zəhmətkeşliyi var. Əlbəttə, böyük, yenə də deyirəm, həyatda insan hər bir zaman şükran olmalıdır. Əgər şükran olacaqsa, zəhmətkeş olacaqsa, əslində, yenə də deyirəm, biz hamımız birləşib devlətimizə kömək etməliyik, devlətimizin arxasında olmalıyıq. Buna görə də, yenə də deyirəm, xalq və devlətin arasında millət vəkillərimiz, millət vəkillərimiz var. Baxmayaraq ki, deyirsiniz, mən bunu tanınıram, tanınmağım mənim millət vəkillərimə kömək edir, amma bizim elə tanınmayan bizim millət vəkillərimiz var ki, doğrudan da onlar seçiciləri üçün çox gözəl əziyyətlər çəkiblər. Dövlət və seçicilərinin arasında sağlam bir vasitədirlər. Yəni, onların seçiciləri hər şeydən çox razıdır. O deməkdir ki, həmən millət vəkili həm devlətini, həm də xalqını sevir. Yəni, millət vəkili biraz özünü az sevməlidir. Özünü üçüncü plana qoymalıdır. Birinci devləti olmalıdır, ikinci seçiciləri olmalıdır, üçüncü isə özü olmalıdır. Baxmayaraq ki, mən Siyəzən şəhərində doğulmuşam, mənim nənəmi, babamı, nənələrimi, babalarımı tanıyırlar. Bir tərəfdən bu yaxşıdır. Yəni, hər insan öz çıxdığı qapıya dönə bilmir. Üzü olmur. Çünki bəzi insanlar gedərkən geriyə baxmırlar heç bir zaman. Və mən bugün Siyəzəndə olmağıma baxmayaraq, Azərbaycanın hansı bölgəsindən namizədliyimi irəli sürsəydi, mən bu sevgiyə inanırdım. Əlbəttə ki, bu sevgini də mənə yenə də deyirəm. Mən öyrənmişəm. Ulu öndərimiz Heydər Əliyev uzun illər Azərbaycandan uzaqlara getsə də, biz onu hər gün arzu edirdik ki, yəni bizdə bir qısqanclıq var idi ki, bizim ulu öndərimiz uzağa getdi, Azərbaycandan uzağa getdi. Və Allah bizim bu dualarımızı eşitdi, Azərbaycanımızı böyük bir böhrandan, müharibədən qutardı, hətta nəinki qutardı, Azərbaycanımızın gələcəyi üçün böyük qələbəli, uğurlu layihələr, qanunlar bizlərə miras qoydu getdi, bəxş etdilər demək olar. Və əlbəttə, bugün mən sevinirəm ki, ulu öndərimizin belə alqışa layiq dahi siyasətini bizim möhtərəm ali başkomandanımız İlham Əliyev cənabları həyata keçirdir və əlbəttə ki, onun hər zaman sirdaşı, həm həyat yoldaşı olan, həm siyasət yoldaşı olan Mehriban Əliyeva kimi millət vəkilimiz var və yenə də deyirəm, biz də bu yoldan öyrənə gəlmişik, ilham almışıq və əlbəttə ki, biz də çalışacağıq ki, gənclərə bu yolu aşılayaq. Sizin çoxlu kolleqlər var. Müziklər, sənətlər, dəstəklər arasında. Kifayət qədər. Onlardan sizə bir dəstək verən var mı? Əlbəttə, dəstək verənlər də var, sağ olsunlar. Mənə zəng edirlər ki, biz səninlə olmaq istəyirik, harada səs verilir, biz ona gəlmək istəyirik. Çox mənə dəstək olan sənət dostlarım var. Onlar böyük ümidlə gözləyirlər. Hətta mənə deyirlər ki, çox insanlar tərəfindən heç başqa illərdə seçki ərəfəsində belə bir maraq olmamışdı seçki dairələrində. Zaten son sual verir. Deputatlar namizəd kimi bəstələriniz mahnılardan bugün hansı yerdən çıxardır? Bir parça cümləsini eləyərdik. Mən vətənpərvər musiqilərim çoxdur, həddindən artıq çoxdur. Amma əlbəttə ki, sözləri Qəmrə Paşayevanın musiqisi, yəni Azərbaycan olması yerinə düşərdir. Bir də yorğun siyasi... Çünki Azərbaycan olmasında bizim bəxrat düşmənlərimiz tərəfindən alınan torpaqlarımızın alınması, o musiqimizin, dövlətimizin birliyindən, xalqımızın birliyindən xəbər verən bir əsər olduğu üçün mən istəyirəm ki, bu parça ondan ifa edim sizin üçün. Azərbaycan
Azərbaycan amalımız, Azərbaycan vüqarımız, Azərbaycan qürurumuz, Azərbaycan namusumuz, Azərbaycan namusumuz, and yerimiz, and yerimiz.